Hamıya salam dostlar. Testlerlə davam edirik. Test 27. Deməli, buradakı ədədlər mənfi müsbət ədədlərə aid suallardır. Mənfi 123 ilə mənfi 787-ni toplamaq. O deməkdir ki, 323 ilə, daha doğrusu 787-ni topla, mənfi yaz. Qarşısına. Sonra digər tərəfdən yenə mənfi 999-dan toplayıramsa, digər tərəfdən yenə mənfi 1001 ilə toplayıramsa, sən sadələşdirmə aparmaqla bunları hamısını topla. Onsuz da bunlar mənfidən 4 ədəd. Qarşısına mənfi yaz. İndi bax, bunları toplayanda nə edirik? Bununla bunun cəmi neçə edir? Bu ikisinin. Deməli, 10 1 yadda, 10, 11 1 yadda, 10 11. Edir bizdə 1110. Mənfi olmalıdır. Mənfini yazıram, axırda yazacağım. Bu ikisinin cəmi son 2 dənə ədədin. Deməli, 10 3, bu da 1 yadda 4. Deməli 10, bu da 9, 19. Bu ədədləri aldım. Hesablama səhvi yoxdursa. Bunları toplasaq 0, 5, 11 yadda 3. 3050 aldım. Amma mən axı burada 4 dənə mənfini toplamışam. Deməli bunun axırda cavabı nədir? Mənfidir. 4 dənə mənfini bir-birinə vursaydı müsbət olardı. Burada uşaqlar 4 dənə mənfini topla. Məsələn, mənfi 5 ilə üzərinə gəlsin mənfi 2-dirsə, burada 2 ilə 5-i topla 7. Amma qarşısında mənfi yaz. Bu qədər bəsit. Deməli biz də ədədləri hamısını topladıq, 3050 aldıq. Amma qarşısına mənfi yazmalıyam. Olacaq mənfi 3050. Cavabımız D variantı. Növbəti A mənfi 7-dir, bir də mənfi 9 nöqtəsidir. Arasındakı məsafəni tap. Uşaqlar, bu məsafənin arasında tapmaq üçün qısa qaydası odur ki, böyük ədəddən kiçik ədədi çıx. Və yaxud da başa düşmək üçün sizin üçün ədəd oxuya çəkirəm. Başa düşmək üçün. Qısa qaydasını deyirəm. Bax, mənfi 7 hardadır? Burada bax 0 var. 0 var. Sərgələ çəkək. Bax, burada nöqtə 1 0 olsa, mənfi 7 hardasa, deyək ki, burada olsun. Bax, 0 burada olsun. Mənfi 7 0-a yaxın bir yerdədir. Mənfi 7-dən sonra solda qeyd ediləndə mənfi 9 alınır. Düzdürmü? İndi baxın, mənfi 7 deyirik, sonra mənfi 9 demişik. Onda nə deməliyik burada ortada? Mənfi 8 deməliyik. Baxın, məsafə nə qədərdir? Onda burada 2 nöqtə arasındakı məsafə. Bir mənfi 7-dən mənfi 8-ə qədər məsafə. Bir də mənfi 8-dən mənfi 9-a qədər məsafə. Deməli, məsafə nə qədərdir? 2. Bax, ədəd oxunda bunu baxdıq. İndi isə bunun qaydası nə idi? Böyük ədəddən kiçik ədəd çıx. Böyük ədəd burada hansıdır? Mənfilərdə tərsinə olur. Mənfi 7 böyük ədəddir. Mənfi 7-dən çıx mənfi 9-u. Mötərizədə yaz ki, burada mənfi deyib üstə yol olacaq. Bərabərdir. Mənfi 7. Baxın, mənfi olacaq, üstə gəlinsin 9. Mənfi 7-nin üzərinə 9 gələndə də müsbət 2. Bir də uşaqlar, cavabımız heç vaxt mənfi olmaz. Məsafə mənfi olmaz axı. Ona görə bizim cavabımız D variantı. Tənliyə həll elə. Tənliyə eləmək üçün biz bilirik ki, birinci burada baxın, tənliyin bu sol tərəfində hesablamalar var. Bunu eləyib digər tərəfə azalan çıxılan qaydasını taparıq. Baxın, hesablamalardan görürük ki, biz nə edə bilərik? Baxın, mənfi 3013 ilə 13-dən daha doğrusu mənfi 78-i çıxıb. Daha doğrusu mənfi çıxıb 78-i daha doğrusu. Burada nə etmək lazımdır? Bunları toplamaq yenə. Bu da məsələn mənfi 3013 üzərinə gəlinsin mənfi 78-də, yəni birinci sualdandır. Burada nə edirik? Bunların ikisini toplayıb qarşısına mənfi yazırıq. Biraz çox danışıram, başa düşəsiz deyə. Baxın, bunların ikisini toplayırıq. Neçə eləyir? Deməli, 11, 7 ilə 8 eləyir, 9 və 30. Yəni, bunun cavabı olacaq mənfi, bu ikisini toplayıb hesablasaq daha doğrusu. Mənfi 3091. Onun üzərinə də 607-ni gələcəm. Bax, üzərinə gəlinsin 617. O da nə deməkdir? Böyük mənfi ədəddir, kiçik müsbət ədəddir. Belə çıxır ki, ya da bunu mən uşaqlara belə deyirəm. 617-dən, bunları yeni dəyişə bilərik də, 617-dən çıxaram 3091-i. Yəni, bunun yuxarıda yazdığımdan aşağıda yazdığım eyni şeydir. Onda biz nə etməliyik? 3091-dən 617-ni çıxıb mənfi yazmalıyıq. 3091-dən 617 çıxırıq. Deməli, 11-dən 7 4, burada 8 qalır, 8-dən 1 7. Burada da qalıb 30 çıxaldı. Yəni 24. Yəni mənfi olacaq. Mənfi 2474. Bax, tənliyimiz bu formaya gəldi. Mənfi 2474
Burada çıxılsın x var sualda. Çıxılsın x bərabərdir. Deməli, mənfi 1009-a. Mənfi 1009-a. Biz də bilirik ki, bu azalan, bu çıxılan, bu da fərq. Nə etməliyik? Çıxılanı tapmaq üçün, yəni x bərabərdir. Fərq, daha doğrusu azalan çıxılsın fərq. Azalan çıxılsın fərq. Azalan nədir? Mənfi 2400, deməli 74 çıxılsın, baxın, çıxılsın mənfi 9. Çıxılsın mənfi 9 nə olacaq? Üstə gəlsin 1009 olacaq daha doğrusu. Çıxılsın mənfi 1009 nə olacaq? Üstə gəlinsin 1009. Bu da nə deməkdir? Mənfi 2474 üstə gəlsin 1009. Bu da nə deməkdir? Mənfi ədəd alacağıq axırda. Deməli, x bərabərdir. 2474-dən 1009 çıxmalıyıq. 2474-dən 1009 çıxmalıyıq və axırda da qarşısında mənfi yazmalıyıq. Çıxılsın. Deməli, 14-dən 9 çıxanda 5. Burada bir yadda bir vahid vermişdik, 10'luq vermişdik, 6 qaldı. Buradan 24'dən 10 çıxanda 14. 1465. Amma necə? Mənfi. Mənfi 1465 A variantı elmiş olacaq. Növbəti sual. Növbəti sualda deməli bizə deyir ki, bu ifadənin qiymətini tap. Biz də bilirik ki, uşaqlar bir şey deyim sizə. Bax, bir var mənfi 2-nin kvadratı bu formada. Bir də var mənfi 2 mötərizədə kvadratı. Baxın, mənfi 2-nin kvadratı deyəndə birinci halda mənfini saxla, 2-nin kvadratını eləyir 4 yaz. Deməli, bunun cavabı mənfi 4-dür. Mənfi 2 mötərizədirsə, o deməkdir ki, mənfi 2-ni mənfi 2-yə vur deməkdir. Ona görə mənfi 2-ni mənfi 2-yə vuranda olacaq nə? Müsbət 4. Mənfi 2 mənfi 2 deyəndə mənfi müsbət olacaq, müsbət 4. Deməli, mötərizədə olanda müsbət olacaq. Yəni, mənfi 2 vurulsun mənfi 2 şəklindədir də bu. Bu birisi isə mənfi mötərizənin, burada mənfi xaricdədir. Mənfini saxla, 2-nin kvadratını tap. Olacaq mənfi 4. İndi isə bizim sual da ona aiddir. Deməli, bizə deyir ki, mənfi 9-un kvadratı. Bax, mənfi sonra 9-un kvadratı. Onda mənfi nə olacaq? 81 olacaq. Mənfi qalacaq 9-un 81. Çıx 10'un kvadratı. Öyle 10'un kvadratı nə deyir? 100 olur. Çıxılsın 100. Və çıxılsın qoyuram. Mənfi 8 mötərizənin içindədir. Deməli, mənfi 8-i mənfi 8-ə vuracam. Kvadratını tapırsa. Mənfi 8-i mənfi 8-ə vuranda olacaq müsbət 64. Çıxılsındır. Çıxılsın 64 olacaq. Bu çıxılsın, bax, buradakı çıxmadı. Deməli, bunu da hesablayanda biz bilirik ki, 81, mənfi 81, mənfi 100, mənfi 64. Bunları toplayıb mənfi yazmalıyıq qarşısına. Bu da nə deməkdir? Deməli, 81 ilə 64 bizə verir 145. 100 də var, 245. Amma necə? Mənfi. Mənfi 245 cavab burada Y variantı. Növbəti sual. Növbəti sualda bizə deyir ki, x budur, y falan ədəddir və bizim bu ifadəni hesablamaq tələb olunur. Və burada da modul işarəsi var, modul. Demək, biz bilirik ki, modulda x çıxılsın y nə deməkdir? Deməli, mənfi 915 çıxılsın mənfi 1287 olacaq. Çıxılsın. Onda nə edəcək? Baxın, bunun bir dənə qaydasını deyim sizə. Birinci, bax, yerinə yazacaqsınız. Onu deyim sizə, baxın. Birinciyi mənfi, bax, burada modulda x çıx y var ha. Bax, o yolu deyim sizə. Başqa bir yol deyəcəm. O yəqin ki, başqa müəllim o formada deməz. Çünki o biraz uşaqlara çətin olar. Bax, mənfi 915 x-in yerinə yazacaqsınız. Mənfi 1280-də y-in yerinə yazacaqsınız. Bunlar çıxanda bu formada yazmalısınız. Bax. Mənfi 915 çıxılsın, amma burada çıxma 1287 də üstdən gəlsin 1287 olacaq. Və bunu hesablayıb bir ədəd alacağıq. Gəlin hesablayaq. 1287-dən 915 çıxaq. Deməli, burada 2, 7, 3, 372. Modulda müsbət 372-dən də elə 372 çıxacaq. Yəni, buranın qiyməti 372 oldu. İndi digərlərini hesablayaq. Digərlərində isə modulda bunların cəmini soruşur. Yəni, mənfi 915-in üzərinə mənfi 1287 gəlməliyik. Bu da nə deməkdir? 2 dənə mənfini toplayanda. Bunları toplayıb qarşısına mənfi yaz. 1287 üzərinə gəlsin 915. Üzərinə gəlsin 915. Deməli, 12 bir yadda, 9, 11 yadda, 21, 22. Bu olacaq mənfi. Mənfi 2202. Amma modulda olduğu üçün bu da müsbətə çevriləcək. Yəni, olacaq nə? Müsbət 2202. 202. Bunun altına yazdım ki, bu bir sədədir. Bunlar deyir, axırda topla. Bunlar toplayanda axırda 4, 7, 5, bu da 2.
2574. 2574-də baxın. 2574-də D variantında var. Mən necə deyirdim uşaqlar? Mən hansı yolu deyirəm sizə? Baxın, bizdə onsda biz bilirik ki, bu ədədlərdən hansılar böyükdür, hansılar kiçikdir. Onu müəyyən edə bilirik. Baxın, x böyükdür yoxsa y ki, moduldan necə çıxsın bunlar? Bildiniz necə? Baxın, başqa bir qayda deyim ki, onu başa düşməyə biləcəksiniz. Nə olacaq sizə? Baxın, tutaq ki, A böyükdür B ədədindən, modulda A çıxılsın B-ni tələb edir bizdən. Yəni necə olacaq bu çıxanda moduldan? A çıx B çıxacaq, yoxsa bunun tərsi olacaq? Yəni necə B çıxacaq? Bax, A B-dən böyükdürsə, məsələn deyək ki, A 5-dirsə, B də 4-dürsə, 5-dən 4-ə çıxanda 1 eləyir, 1 elə müsbət 1 olaraq çıxır. Düzdürmü? Yox əgər birdən A kiçikdir B olardı, A kiçikdir B olardı. Baxın, A tutaq ki 5 idisə, B də 6 idisə, 5-dən 6-nı çıxanda, baxın burada yazacaq 5 çıx 6, mənfi 1 eləyəcək. Modulda mənfi 1 nə olacaq? Müsbətə çevriləcək. Ona görə sən əgər şərt verirsənsə A kiçikdir B, modulda da elə A-dan kiçikdən böyük çıxırsansa, modulda kiçikdən böyük çıxırsansa, bu tərsinə olaraq çıxacaq. B çıx A olacaq. Yox əgər elə A B-dən böyükdürsə, sən də böyük ədəddən, yəni A-dan B-ni çıxırsansa, böyle olduğu kimi olacaq ki, A çıx B, modulu atacaq olduğu kimi. Bunları biliriksə, biz burada nə edəcəyik? Bax, birincə deyir ki, bunların x-dən y-i çıx. Yəni nədən nəyə ona baxıram? X nədir? 915. 915 nədir? Mənfi daha doğrusu da mənfi 915. Mənfi 1287-dən böyükdür. Deməli, bunlar olduğu kimi çıxacaq. Yazmalıyam nə? Yəni buradan olduğu kimi çıxacaq. Olacaq belə. X çıxılsın y. Üzərinə gəlinsin. X üstə gəlinsin. Y nə çıxacaq? Tərsinə çıxacaq. Bax, bunların ikisini toplayanda mənfi bir ədəd eləyir. İkisini toplayanda mənfi ədəd eləyir. Deməli, buradan bu x üstə gəlsin y çıxa bilməz. Bunların mənfisi olacaq. Bunların ikisinin də mənfisi nə olacaq? Bunların ikisinin də qarşısında mənfi atacam. Yəni çıxılsın x, üzərinə gəlsin çıxılsın y. Vəssalam. Bunu hesablayanda mən görürəm ki, x çıxılsın y. Burada üstə gələn çıxma olur çıx x. Üstə gəlsin olur çıx y. Burada görürəm ki, eyni bir ədəd x-dən x-i çıxıram. Bunlar gedir. Yəni bunlar islah olur. Qalır burada 2 dənə y. Amma necə mənfi? Deməli, sən demə bunun həlli ən axırda mənfi 2 dənə y-dir. Vəssalam. Deməli, bizə bir dənə y lazımdır. Bu hissəsi lazımdır. Nə etməliyəm? Y-in yerinə mənfi 1287 qoymalıyam. Mənfinin mənfi 2-yə vuranda, mənfinin mənfi 2-nin qabağındakı mənfi olan müsbət olur. 2-ni də 1287-yə vuranda yenə təbii ki 2574 cavabını alacaqsınız. Bu biraz çətin yoldur. Amma bu yolda var. Sonra 6-cı, mənfi 8 nöqtəsindən A nöqtəsinə qədər məsafə 9-dur. O hansı ədədlər ola bilər? Bax, tutaq ki, məsafə 9-dursa, mən nə etməliyəm? Bir dəfə 2 nöqtə arasında məsafəni tapanda nə edirlər? Bax, ya mənfi 8 bu A-dan böyükdür, ya da kiçikdir. Onda 2 dənə hal var da. Axı, biz məsələn mənfi 2 ilə tutaq ki, 4 arasındakı məsafəni axtarıram, düzdürmü? Mənfi 2 ilə 4 arasında məsafəni. Nə etməliyəm? Böyükdən kiçiyi çıxmalıyam. Axı, mən burada mənfi 8-i bilirəm, A-nı bilmirəm hansı böyükdür. 2 dənə hal var axı. Ona görə mən nə edəcəm? Mənfi 8-i A-dan böyük götürəndə, deməli, mən mənfi 8-dən A-nı çıxmalıyam. Bunun cavabı da 9 olmalıdır. 9. Onda belə çıxır ki, A nədir? A-nı tapmaq üçün mənfi 8-dən 9-u çıxmalıyam. Azalandan fərqi çıxmalıyam. Bu da neçə eləyir? Mənfi 17. Cavabımızın biri mənfi 17 də artıq C variantında var. Amma digər halda da mənfi, daha doğrusu A-dan isə, A böyük olsa, A-dan mənfi 8-i çıxmalıyam. A-dan mənfi 8-i çıxanda da məsafə 9 olmalıdır. Burada görürəm ki, A üstə gəlsin 8 olur, bərabərdir 9. A da buradan görünür ki, 1-dir. Həqiqətən C variantında 17 və 1 cavabları var. Deməli, 2 hal var. Ya mənfi 8 A-dan böyüksə mənfi 8-dən A-nı çıxıb 9 eləməliyəm məsafəyə. Ya da A böyükdürsə mənfi 8-dən A-dan mənfi 8-i çıxıb 9-a bərabər eləyib A-nı tapmalıyam. Növbəti, tənliyə həll etmək tələb olunur. Demək ki, mən bilirəm ki, birincisi burada mənfi x var. Və burada isə, baxın, mötəzəni atmaq olar da burada. Mənfi 813, bir də 697 var.
Burada nə etməliyəm? Təbii ki, çıxmalıyam. Demək 813-dən 697-ni çıxıb qarşısına mənfi yazmalıyam. 697-ni çıxıb deməli 13-dən 6, 10, burada 1, burada da 1. 116, amma necə mənfi? Demək ki, mən mənfi 813-ün üzərinə 697 gələndə mənfi 116 eləyir. Səhv yadımda qalmazsa. Mənfi 116. Bax, yəni ki, çıxılsın 116. Bərabərdir nəyə? 88 ədədinə. Mən də bilirəm ki, mənfi x bərabərdir 88 mənfi, burada çıxılsın 116, sağ tərəfə keçəndə nə olar? Bunu sağ tərəfə atanda. Üstə gəlsin 116. Bərabərdir. 116-nın üzərində 88-dən deməli 14, 1 yadda 9, 10, 204 aldım. Deməli, burada da baxın, mənfi x var. Burada yəni mənfi 1 gizlənib də, düzdürmü? X də bərabərdir 204 bölünsün. Burada ədəd olanda nəyə bölürük? Burada x-in qarşısındakına. Yəni nəyə? Mənfi 1-ə. 204-ü mənfi 1-ə neçə edir? Mənfi 204. Mənfi 204. Cavabımız olur, deməli, A variantı. Növbəti. X-in üzərinə 87 gəlmək nə deməkdir? Elə x çıxılsın 87 deməkdir. Bərabərdir, deməli, mənfi 783. 183. Burada da x tapanda mənfi 87 sağ tərəfə keçən nə olur? Üstə qalır. Mənfi 783 üzərinə gəlinsin 87. Burada nə deməkdir? Mənfi ədədin üzərinə müsbət ədəd gələndə mənfi böyük ədəddə çıxmalıyam. 783-dən 87 çıxmalıyam. Qarşısına amma mənfi yazacağım. 13-dən 7, 6, 7 qalıb. 17-dən burada 9 qalacaq. Burada da 6 qalacaq. 696, amma necə mənfi? Mənfi 696 aldım. Hə. Tənliyi həll eləyib mənfi 696 aldım x-i. Bu x-dir. Yazdığım x-dir. Məndən tələb olunan isə buranı hesablamaqdır. Bax, buranı. Buranı hesablamaqdırsa, mən nə edəcəm? Əvvəla buranı hesablayıram. Ya da baxın mı? Hə, hesablayayım buranı. Mənfi 408, bir də üstən gəlsin 705. Bu nə deməkdir? 705-dən 408 çıx. 408 çıx. Neçə olacaq? 15-dən 8, 7. Burada 9 qaldı. Burada da 6-dan 4 çıxanda 2 qaldı. 297. Müsbət 297. Burada alınıb ki, mənfi x. Düzdürmü? Mənfi x. Mənfi x. X-in qiymətini mən tapmışam axı. Mənfi 696. Mənfi x-in yerinə qoyanda mənfi edib müsbət 696 olacaq. Müsbət 696 dəqiqə. Müsbət 696 və buradan da aldım ki 297. Bax, bu ikisini toplayanda, hesablayanda daha doğrusu 297. Bunlar da toplanacaq. 297 müsbət ədəddir. 297 bunlar toplanacaq. O birdən səliqəyə salmıram. 297 toplanacaq. Bunlar da toplayanda deməli 6 ilə 7 13, 1 yadda 18, 19, 8, 9, 993. 993 də B variantında verilib. 990. Hesab səhvi olmadısa. Növbəti. Bizə deyir ki, bu işarənin yerinə yazacaq ədəd mənfi 4-dür. Mən variantları bir-bir hesablayacağım. Həmin bu işarənin yerinə mənfi 4 almalıyam. Baxıram. Birincidən 5-dən 2 çıxanda eləyir 3. Deməli, burası 0-dır, alınmır. B variantında 10-dan üstünlərində mənfi 4 nə demək? 10-dan 4 çıxanda eləyir 6. 6-dırsa, deməli, belə çıxır ki, bu da mənfi 1-dir ki, 6-dan 1 çıxanda 5 eləyib. Bu da B variantı deyil. Sonra burada buranın qiyməti eləyir mənfi 5, ikisini toplayanda. 0 olması üçün gələ bu da müsbət 5 olsun. D variantı da deyil. C variantında bizə 7-dən 2-ni çıxanda bu hissə 5 eləyir. 5-in üzərinə gələndə 1 eləyir, mənfi 4 gələndə. Aha, deməli, cavabımız C variantı olmuş olur. Digər Y variantı yoxlayaq. Buranı hesablayanda deməli, mənfi 2 eləyir. Mənfi 5 olması üçün buraya mənfi 3 qoymalıyıq. Olmur. 10-cu sual. Yuxarıdakı cədvələ əsasən boşluqlara aşağıdakıların hansı uyğun gələ bilməz? Hansı ola bilməz? Baxın, bu boşluğa, bax bu boşluğa nə yazmalıyam? 2 ilə 1-in cəmini yazmalıyam. 2 ilə 1-in cəmi neçə eləyir? 3. Deməli, 3 cavabı getdi. Sonra, baxın, mənfi 3, 3. Toplanıb nə olur? 0 olur. Demək ki, mən bu boşluğa 0 yazacağım. 0 olar. Sonra, baxın, mənfi 3, bir də mənfi 2. Cəmləri nə olur? Mənfi 5. Deməli, mənfi 5-də. Y var. Mənfi 5-də gedir.
2 ilə də 3-ün cəmi müsbət 5 edir. 5 də gedir. Deməli cavab 4 ola bilməz heç cür. Üzülürsən. Növbəti test 28. Deməli burada da yenə hesablama tələb olunur. -8. Burada baxın -8. Çıx -12 olacaq. Üstə gəlsin 12. Üstə gəlsin 10. Bax, burada həmişə uşaqlara deyirəm, müsbətləri, mənfiləri hesablayın. Müsbətlər bax 2 dənədir burada. Buranın cəmi neçə eləyir? 22. Bu da sən demə demək istəyir ki, -8 üzərinə gəlsin 22. Bu da 22-dən 8 çıxmaq deməkdir. 14. Cavabımız A variantı. Aşağıdan hansı yanlışdır? Səhv olan hansıdır? Baxaq. Demək ki, -12 üzərinə gəlsin 13. 13 üzərinə gəlsin -12. Eyni şeydir də bunlar. Hədlərin yerini dəyişib də, yəni toplananların yerini dəyişib. Sonra -8 üzərinə gəlsin -9. Daha doğrusu müsbət 8. Müsbət 8 üzərinə 9, 8-dən 9 çıxmaq -1 deməkdir. 2 müsbət 2 üzərinə gəlsin 4, 2-dən 4 çıxmaq deməkdir, -2 deməkdir. Bax, bu səhvdir. -1 -2-dən böyük olmalıdır. Cavabımız B variantı səhvdir. Sonra bu digərlərini yoxlayaq. -2 üzərinə gəlsin 5, üzərinə gəlsin -7. Bax, -2 ilə -7 -9-dur. -9 ilə -5 gələndə -4 olacaq buranın qiyməti. -4 -1-dən kiçikdir, düz deyir. -4 burada bax burada olacaq -5. -4 mənfi olacaq müsbət 4. Bu da olacaq nə? -1. Doğrudur. -4 5-in üzərinə 9 gəlmək, 9-dan 5 çıxmaq deməkdir. O da 4-dür. Doğrudur. Cavabımız B variantı. Növbəti. Aşağıdakı modelə görə bu yaşıl işarənin yerinə hansı tam ədəd uyğun gəlir? Model də bizə deyir ki, baxın, birinci qırmızını tap, sonra -8 ilə yenə topla yaşılı tap. Düzdürmü? Qırmızını tapmalıyıq. Qırmızını buradan tapmaq olar. Yəni necə? -2 ilə həmin o qırmızı olan işarənin cəmi, çünki bu toplamadır, cəmi 3 eləməlidir. Biz də bilirik ki, -2 ilə nəyin cəmi 3-dür? 5-in. -2 ilə müsbət 5-i toplayanda 3 edir. Deməli, bu nədir? 5-dir. İndi 5 ilə -8-i toplamaq tələb olunur. Bax, bunun yerinə. Deməli, biz də nə etməliyik? 5 üzərinə gəlsin -8. 5-dən də 8 çıxmaq -3 deməkdir. B variantı. Növbəti. Deyək ki, yuxarıdakı qutuların içinə üstəgəl çıxma işarələri necə yazılsa nəticə doğru olar. Necə yazılsa nəticə doğru olar. Deməli, variantları qoymalıyıq da yerinə, düzdürmü? Variantları yerinə yazsaq, məsələn, A variantı yoxlasaq, deyir ki, bizə ki, burada üstəgəl qoy, burada üstəgəl qoy. Üstəgəl olanda biz bilirik ki, 2 ilə mənfini toplananda bura -15 olacaq. Hə, burada da üstəgəldirsə 16-dan 15 çıxanda olmayacaq. Müsbət 1 olmalıydı. Bu da 19 aldı cavabı. Deməli, A variantı olmur. B variantı ikisi də mənfi. Bura mənfi yazanda, bura mənfi yazanda nə olacaq? -6 üzərinə gəlsin 9 olacaq. Bu da müsbət 3-dür. 16-dan 3 çıxanda olmayacaq. Deməli, üstünə də 2 dənə mənfi də olmadı. Mənfi, müsbət. Mənfi burada müsbət yazsam, bu nə deməkdir? Bunları toplayanda -15 eləyir. Burada çıxma toplanıb bunlar 31 cavabını vermiş olacaq. Bu da olmayacaq. Üstəgəl çıxma. Üstəgəl burada çıxma. Çıxanda bilirsən ki, -6 üstə gəlsin 9 olacaq. Bu da olacaq müsbət 3. Üzərinə gələndə aha 16 ilə 3-ü toplayanda 19 olacaq. Deməli, cavabımız burada D variantında ödəndi. Ən böyük 2 rəqəmli mənfi tam ədəd. Ən böyük 2 rəqəmli mənfi tam ədəd -10-dur. Axı, mənfilərdə tərsinə olur. Ən böyük 2 rəqəmli olsun, mənfi tam ədəd olsun, -10-dur. Ən kiçik müsbət tam ədəd. Ən kiçik müsbət tam ədəd də 1-dir. Çünki 0 saymıraq. 0 müsbət mənfi deyil. Ən kiçik müsbət tam ədəd də 1-dir. Cəmi nədir? -10 üzərinə 1 gəndə -9. D variantı. Növbədə 6-cı sual. Bakıda havanın temperaturu -6 Selsidir dərəcədir. Günorta temperatur 13 artdı, axşam isə 7 dərəcə düşdü. Artdı, yəni üzərinə gəl. Düşdü isə çıx. Buna görə axşam temperaturu neçə dərəcə Selsidir? İndi, yəni normal axırdakı vəziyyət. Yəni -6 üzərinə 13 gəl. 7 dərəcədə düşməklə çıx 7. Baxın, -6, -7, -13 eləyir. 13-dən də 13 çıxmaq bizə eləyir 0. Cavabımız C variantı. A budur, B budur, bu aradakı ədədlər. Bizə deyir ki, A-nın B-yə nisbətini tapın, yəni bölünməsini tapın. A-nı B-yə böl. Öncə A-nı tapaq. A-nın qiyməti olacaq nə? Müsbət 7, müsbət çıxılsın -3.
Olacaq nə? 7 üzərinə gəlsin 3. Olacaq 10. Sonra isə B-ni tapaq. Müsbət 13 çıxılsın müsbət 7, yəni çıxılsın 7. Bu da olacaq 6. 10-un 6-ya nisbət 10 bölünsün 6. Biz də ixtisar eləyirik bunları 2-yə. Olur nə? 5 bölü 3. Cavabımız B variantı. 5 bölü 3. A-nın B-yə nisbət edilmişdir. Növbəti 8. Bunları hesablamalıyıq. Deməli, nə deyir? Tam ədəd uyğun gələr sualın yerinə. Sual tapmalıyıq. Mənfi 7 ilə müsbət 3-ün toplanması tələb olunur. Bax, burada toplanma var. Toplanması tələb olunur. Burada dediyi neçə? Mənfi 4. Sonra axırda da mənfi 4 ilə mənfi 8-in toplanması sual verməlidir bizə. Mənfi 4 ilə mənfi 8 olanda mənfi 12. Cavabımız burada C variantı mənfi 12. Növbəti biz bilirik ki 3-ün kubu nədir? 27. 3-ü 3 dəfə bir-birinə vuranda çıxılsın 3-ün kvadratı, yəni 9. 9. Çıxılsın mənfi 3 mörtəzədədir kvadratı. Mənfi 3 nədir? Mənfi 3-ün kvadratı nədir? Müsbət 9. Çıxılsın deməli 9. Sonra çıxılsın mənfi 3-ün kubu. Bax, mənfi 3-ün kubunda yəqin çaşar. Bax, mənfi 3 vurulsun mənfi 3 vurulsun mənfi 3. Mənfi 3-ü mənfi 3-ə vuranda, yəni kvadratı, müsbət 9. 9-u mənfi 3-ə vuranda artıq cavabımız mənfi 27 olmuş olacaq. Yəni, qüvvət tək dərəcədirsə, yəni qüvvət tək ədəddirsə, 3-dürsə, mənfi 3-ün kubu nə edir? 27. Amma qabağını mənfi yaz deməkdir. Qabağını mənfi yazarıq. Onlar nə? Mənfi 27. Yəni, buranın qiyməti mənfi 27-dir. Ya, qarşısında bir dənə burada çıxma var, ha. Olacaq nə? Üstə gəlsin 27. Vəssalam. Burada nə deməkdir? 27-dən 27 bizə 54 verir. Mənfi 9, mənfi 9, mənfi 18 verir. Çıxılsın 18. Bu dediyi neçə? 36. 54-dən 18-dən 36. 10-cu x, y, z var. Bu ifadanın təpunu deyir. Bax, x nədir? Mənfi 5. Çıxılsın. Y nədir? 3. Çıxılsın 3. Z nədir? Üzərinə gəlinsin. Bax, burada üstə gəldi. Üstə gəlsin z. Z nədir? Mənfi 7. Üstə gələn nə olur? Çıx 7 olur. Bunları da toplayırıq, mənfi yazırıq. 15. Mənfi 15. Cavabımız A variantı. Növbəti test 29. Bir A bu ədəddir. B 3 A çıxsın 7 B. Hə, burada heç nə. Birinci bunları düzgün olmayan kəsri çevirək. Nə olacaq? Mənfi 3-də 16 A-nın qiyməti. B-nin qiyməti də mənfi 6-da 17. Vəssalam. Aparıb A-nı 3-ə, B-ni 7-yə vurub tapacaq. Demək ki, A-nı 3-ə vurmaq tələb olunur. A-nı 3-ə vuranda nə olur? 3 vurulsun mənfi 3-də 16. Burada görürəm ki, 3-lər ixtisar gedir. Cavabımız olur mənfi 16. Bu mənfi 16 gözləsin. 7-ni də B-yə vuracam. B-nin qiyməti də 7-ni vuracam B-yə. Mənfi 6-da 17 idi. Vuranda burada nə alınacaq? Demək. Daha rahat necə yazaq? Daha rahat. Yazaq. Mənfi 6-da 7-ni 7-yə vuranda 49. 49 4 yadda 7 119. Mənfi 6-da 119 alındı. Demək, bundan A-dan da B-nin çıxmadı. 3 A-dan da 7 B-nin çıxmadı olmur. Yəni 16-dan mənfi 16-dan mənfi 6-da 119-a çıxma tələb olunur. Bunu da mən başqa bir qələmlə yazım, qarşı düşməsin. Mənfi 16-dan çıxılsın, mənfi 6-da 119. 119. Bu tələb olunurdu. Bunu da hesablayanda nə alınır? Demək, toplama olur da bu hissəsi. Yəni nə olur? 6-da 119 birinci yazıram. 6-da 119 çıxılsın axı mənfi 16 çıxılsın 16. Bu da nə deməkdir? Bərabərdir. 6-da 119 16-nı 6-ya vurmalıyıq. Çıxılsın 16-nı 6-ya vuran 96 eləyirmi? 96. Bu deyir 6-da demək 23 düzdürmü? 6-da 23. 6-da 23-ü də qarşı kəsrə çevirəndə 3/6-da 5. Düzdürmü? 3/6-da 5. Bəli. Bu da fikir verin A variantında verilib. 3/6-da 5. Əgər hesab səhvim yoxdursa. Belə qarşı kəsirlər verirlər sizə. Yaxşı olmayan kəsirlər. Ki hesab səhv eləyəsiniz. Əslində yaxşı suallardır. Həll eləyin.
Həll eləmək üçün biz bilirik ki, -5-i nəyə vuranda 0 eləyər? 0-a. Sən demə, x üstə gəlsin 23 ifadəsi 0 olmalıdır. Çünki 0-ı ədədə vuranda 0 eləyər də. Deməli, x-də nə olmalıdır? -23 olmalıdır. Eyni ədədlərin əksini toplayanda 0 eləyə bilər. Vəssalam, cavabımız B variantı. X var, Y var, Z var və bunların modullarının hasili tələb olunur. Yəni, bunları müsbətə çevir. Əgər mənfidirsə. Məsələn, -3 nə olacaq? 3. 4 müsbətdirsə elə 4 olacaq. -75 də olacaq, müsbət 75. Və bunları bir-birinə vurmaq tələb olunur. Burada 4-ü 75-ə birinci vuraram. 300 eləyər, düzdürmü? 300. 300 də 3-ə vuraram. 900. Cavabımız Y variantı. Növbəti sual. Sahəsini tapın. Sahəni tapın çox sadə sualda, düzdürmü inşallah? Enini uzunluğuna vurmaq lazım. 4-ü 75-ə vururam, bayaq vurmuşdum. 300. Belə bir sadə sual. 5-ci. Demək, -5, baxın, -5 vurulsun -7. Nə deməkdir? Müsbət olacaq cavabımız. Nə? Müsbət 35. Burada da birinci vurma yerinə yetirək. 8-i -6-ya vurmalıyam. 8-i 6-ya vuranda 48 deyir, amma mənfi olduğu üçün çıxılsın 48 olacaq. Bunda cavabımız axırda 35-dən 48 çıxanda -13 olacaq. Cavabımız B variantı. 6-cı sual. A, B, C ədədləri var. Bizdən bu ifadə tələb olunur. Deməli, A-nı 4-ə vurmalıyıq, düzdürmü? A-nı 4-ə vururamsa, nə olur? Mötərizə. 4-ü 54-ə vurmalıyım. Bu 54 ver, bax. 4-ü 54-ə vuranda deməli 16, 20, 216. 216 çıxılsın 66, çıxılsın 66. Mötərizəni bağla, B-yə böl. B nədir? -30. Böl -30-a, burada vurma yazdım, çaşdım. Deməli, bölünsün -30 və ən axırda da çıxılsın 7-si. Bunu tapaq uşaqlar. Bu neçə eləyir? 216-dan 66 çıxanda 0. Demək, 0. 21-dən 6 çıxanda neçə eləyir? 15. 150 eləyir mötərizənin. 150-ni də 30-a böləndə 5 eləyir, amma -30 olduğu üçün -5 eləyir. Yəni, birinci bu ifadənin qiyməti bölünsün B-yə qədər -5 aldıq. İndi çıxılsın 7C ifadəsi. C-ni 7-yə vuranda, yəni 72-ni, baxın, bu 72-ni 7-yə vuranda 14 bir yadda 49, 504. Amma necə mənfi? Çünki C -72-dir. -504. İndi fikir verin, biz almışıq -5 çıxılsın. Orada çıxma var axı. 7C-nin qiyməti mənfi olundu. -504. Bu da nə deməkdir? -5, bax, çıxılsın. Üstə gəl 504. Yəni, sən demə 504-dən 5 çıxmalıyam. Bu da sənə nə verər? 5 çıxmalıyam. 499. Cavabımız A variantı. Növbəti 7-ci tənliyə həll eləyin. Demək, biz bilirik ki, bu ifadə qalır yerində. Yəni, x bölünsün -23 qalsın yerində. Bərabərdir. 6-nı keçirəm digər tərəfə, sağ tərəfə. -14 çıx yox, üstə gəlsin 6 olacaq. Bunun da nəticəsi nə olacaq? X bölünsün -23 bərabərdir -8. Biz də bilirik ki, hansı ədədimi 23-ə böləndə -8 alınır. Belə çıxır ki, -8-i -23-ə vurmalıyam. Bu da müsbət ədəd bir ədəd edəcək. Çünki mənfini mənfiyə vururam. Elə 8-i 23-ə vururam. Olur 24. 2 yadda, 8, 2, 16, o da 2, 18, 184. Cavabımız D variantı. 184. 8-ci sual. İfadələri tapın. Deməli, 64M üzərinə gəlsin 4N ifadəsinin qiyməti tələb olunur. Yaxşı olar ki, burada 48-i 64-ə vurmaq lazım deyil. Yaxşı olar ki, birinci bölək. Baxın, 64-ü -16-ya bölək. Sonra da 4-ü -16-ya bölək və bunları da toplayaq axırda. 64M-i -16-ya bölmək nə deməkdir? Baxın, 64M bölünsün -16. Üzərinə gəlinsin 4N bölünsün -16. Bərabərdir. 16 64-ə ixtisar gedir 16-ya 1. Yuxarıda isə 4 qalır. Yəni, sən demə, bunun cavabı -4M-dir. -4M. Digər tərəfdən 4-dən 16 4-ə ixtisar gedir. Burada qalır 4. Yəni, burada artıq çıxılsın olur. Düzdürmü? Üstə gəl, bax, üstə gəl çıxma olur, çıxılsın. 4-də N
Vəssalam. Sən demə o həmin o ifadə mənfi 4m çıxılsın 4-də n-dir. İndi yerinə yaza bilərik. Yerinə yazırıq. M-in yerinə 48 qoyuruq. Baxın, M-in yerinə mənfi 48 qoyanda burada mənfi 4m var. Nə olur? Müsbət olur. 4-ü 48-ə vururuq. 32, 3 yadda, 16, 19. 192. Mənfi 4m-in qiyməti 192 oldu. Çıxılsın. Bax, burada mənfi 36 qoyacam n-in yerinə. Burada çıxma var axı. Olacaq da müsbət 36. Yəni çıxılsın 36 bölünsün 4. Bu da 1, 2, 9 deməkdir. 192-dən də 9 çıxanda 183. Düzdürmü? Yoxsa yox? Hə, üstəgənsin olacaq. Üstəgənsin olacaq. Baxın, mənfi 36, burada da mənfi n. Deyirəm, müsbət olur, amma çıxma yazmışam. Üstəgənsin nə olacaq? 192, o da 9. Deməli, 201. D variantı. D variantı olacaq. Sonra 9-cu sual. 9-cu sual. Bir ədədin 5 qatı ilə 7-nin fərqi həmin ədədin 2 qatı ilə 20-nin cəminə bərabərdir. Bu ədədi tapın. Bir dənə oxuyum. Bir ədədin 5 qatı ilə 7-nin fərqi, yəni məsəl üçün ədədimiz x-dir. Həmin ədədin 5 qatı 5x-dir. 7-nin fərqi, yəni çıxılsın 7, həmin ədədin 2 qatı ilə 20-nin cəminə bərabərdir. Yəni bərabərdir həmin ədədin 2 qatı. 2 qatı 2x. 2-yə vurdum. 20-nin cəminə bərabər. Üstdən gəlsin 20. Baxın. Baxın belə. Yəni bir ədədin 5 qatı ilə 7-nin fərqi 5x çıxı 7. Həmin ədədin, yəni x-ın 2 qatı 2x, 20-nin cəmi. Yəni üstdən gəlsin 20. Bunlar birbirine bərabərdir. Buradan bilir ki, x-ları bir tərəfə yığmalıyam. 5x-dən 2x çıxıram. 3x bərabərdir 20. 7 sağ tərəfə gedəndə üstəgəl olur. Üstdən gəlsin 7. Buradan da x bərabərdir 27 alınır. 27-ni də bölürəm 3-ə. Bu da edir 9. Bu da edir 9. Cavabımız D variantı. 10-cu sual deyir ki, qonşu qutusu ədədlərin hasili 6-a yazılır. Məsələn, baxın, burada yazıb ki, mənfi 2, mənfi 3, aşağıda yazıb müsbət 6. Niyə? Mənfi 2-ni mənfi 3-ə vurub. Sonra deyir ki, sualı tap. Baxaq, sualı tapmaq üçün mənə bu iki xana lazımdır. Ona görə bu iki xana tapmaq üçün yuxarıdan bir yerdən başlamalıyam. Mən də biləm ki, bu ikisini, mənfi 3-lə 2-ni vuranda bu hissəyə alacam. Mənfi 3-ü mənfi 2-yə vuranda edəcək mənfi 6. Mənfi 6. Qoy bir dənə başqa qələmlə yazım. Olacaq burada mənfi 6. Və 2-ni də mənfi 1-ə vuranda olacaq nə? Mənfi 2. Və bu xanaya, bax bu xanaya nə yazmalıyam? Mənfi 6 ilə 6-nın hasilini. Yəni nə? Mənfi 36. Bu xanaya isə, bax mənfi 6 ilə mənfi 2-nin hasilini isə bax bu xanaya yazmalıyam. Mənfi 6, mənfi 2 müsbət 12 olacaq. Aşağı isə sualın yerinə mənfi 36 ilə 12-nin hasilini yazmalıyam. Bu da neçə eləyər? Variantlarına göz gəzdirsək 400 eləməz. 216, 216 eləməz mənfisi ilə. Axırı çünki 2-nin 6 yanında 2 eləyir. Burada sən təbii ki, mənfi ədəd alacaqsan. Çünki mənfi 36-nı müsbət 12-yə vurursan. Deməli, müsbət 432 eləyəcək. Cavabımız A variantı. Vurmadan heç cavabı tapırıq. Növbəti test 30. Deməli, tam ədədlərdən ikisinin hasili ən az neçədir? İkisinin hasili ən az olması üçün ya bir-bir yoxlamaq lazımdır, ya da bir dənə mənfi, bir dənə müsbət götürmək lazımdır. Ya da mənfiləri bir-birinə vuranda böyük ədəd olmalıdır. Çünki bizim ədədlərimizə fikir verin. Bizim ədədlərimiz asan ədədlər deyil. Hamısı mənfi ədədlərdir. Mənfi 8, mənfi 9, mənfi 3, bir də mənfi 6 ədədləri. Deməli, mənfilərin ən böyüyü ən az olur. Deməli, mən burada böyükləri seçməliyəm. Böyük ədədlərimizdə 8-dən 9-dur. Yəni, mənfi 8-dən mənfi 9. Deməli, mənfi 8-i mənfi 9-a vuranda mən cavabı mənfi 72 alacam ki, bundan da kiçik ədəd ala bilmərəm. Axı, mənfilərdə tərsinə olur. Ona görə böyük ədədləri seçməliyəm. Böyük mənfi ədədləri. Cavabımız olacaq tam ədədlərindən ikisinin hasili ən az neçədir? Tam ədədlərdən ikisinin hasili ən az neçədir? Mənfi 72 deyilmi? Burada mənfi ədədlərdir. Düzdür?
İkisinin hasili en az neçədir? Mənfi 72 tapıram bu sualda mən. Mənfi 72. Məsələn, tam ədədlərdən ikisinin hasili en az neçədir? Məsələn, mənfi 8 ilə mənfi 3 vuran. Hə, burada müsbət olacaq. Bir dəqiqə burada üzülü sayın. Burada 2 dənə mənfini bir-birinə müsbət ədədlər olacaq. Hə, onda kiçik ədədləri götürürük uşaqlar. Kiçik ədədlərimiz də bizdə 3-dən 6-dır. Çünki mənfi 3-ü, hə, düzdür uşaqlar. Mən bayaq müsbət 72 almalıydım. Mənfi 3-ü mənfi 6-ya vuranda müsbət 18 alacağam ki, ədədlərin müsbət ədədlər olanda kiçiklər götürəcəm. Kiçikləri götürməliyəm mənfilərdən. Kiçik 18 cavabını alım. Cavabımız burada deməli Y variantı 18 olacaq. Bayaq bir dənə kobud səhv elədim. Mənfi 8-i mənfi 9-a vuranda müsbət 72 eləyir. O böyük ədəddir. Deməli, ikinci sual. Bizdə bunlar tələb olunur. Bu işarə nədir? Nöqtə işarəsi. Onu bilmək lazımdır. Vurma olarsa mənfi 2-ni mənfi 2-yə vuranda bura müsbət 4 olacaq. Ulduzun yerinə 4. 0-ı 0-a vuranda 1, 2, 0 eləyir. Kvadrat tapması müsbət 1, müsbət 1-i bir-birinə vuranda 1 eləyir. Bunların da cəmi 5. Əgər həmin o verilən işarə vurmadırsa. Cavabımız 5, D variantı. Növbəti. Biz bilirik ki, mənfini mənfiyə bölündə müsbət olacaq. Elə 28-i 7-yə bölürəm, 4 alıram. Burada çıxma var. Mən 40-ı da, fikir verin, 40-ı da mənfi 8-ə bölməliyəm. 40-ı 8-ə böləndə 5 eləyir, amma mənfi 8-ə bölüncə mənfi 5 eləyir. 4-dən də mənfi 5 çıxanda toplanır, 9 olur. Müsbət 9. D variantı. Olarsa, bu ifadəni tapın. Demək, mən buradan nə etməliyəm? Bilməliyəm ki, bu işarələr nə deməkdir? Burada biraz çətindir. Üçbucaq və kvadrat nə yerinə yetirir? Romb. Baxaq. Əgər bunlar toplama olsa, bu deyir ki, üçbucaq toplama olsa, bu çıxma olsa, yerləşmə deyəcəm də, olmasa. Toplama olsa, biz bilirik ki, mənfi 45, mənfi 6. Toplanıb olacaq 51. Mənfi 51 daha doğrusu. Mənfi 51. Buranda çıx 4, çıx 4 nə olacaq? Üstəgəl 4 olacaq. Burada axı çıx var. Çıxma mən qoymuşam. Bir də çıx 4 var. Çıx mənfi 4-də, yəni. Çıx mənfi 4 nə olacaq? Üstəgəl 4 olacaq. Mənfi 51-in üzərinə 4 gələndə həqiqətən də mənfi 47 edir. Yəni burada sadəcə fikirləşdim. Olmasaydı yerini dəyişəcəkdim. Deməli, üçbucaq üstəgəli bildirir. Romda çıxmanı bildirir. Verilmiş bu sualını da həll etməliyik. Deməli, çıxmanı bildirirsə, mən burada nə yazmalıyam? Mənfi 50. Burada çıxma 5 nə olacaq? Üstəgəl 5. Üstə gəlinsin, üçbucaq üstə gəl də, üstə gəlsin 5. Üstə gəlsin 5. Burada görürəm ki, nə olur? Mənfi 50-nin üzərinə 10 gəlir, mənfi 40. C variantı. Növbəti 5-ci sual. Bizə deyir ki, mənfi 4, müsbət 4 nə olacaq? Bölünəcək. Deməli, mənfi 4-ü, mənfi 48 daha doğrusu. Mənfi 48-i müsbət 4-ə bölündə olacaq nə? Mənfi 12. Bura olacaq mənfi 12. Mənfi 3, mənfi 2 nə olacaq? Vurma işarəsi var burada. Bu vurmaymış yəqin nöqtə. Bir nömrə müsbət 6 olacaq. Burada da bölmə işarəsi var. Mənfi 12-ni 6-ya böləndə olacaq mənfi 2. Cavabımız A variantı. 6-cı sual. Şəkildə yanaşı duran dairələrin içindəki ədədlərin hasili yuxarıdakı dairəyə yazılır. Məsələn, L ilə M-in hasili bir-birinə vuranda mənfi 96 olub. Belə deyir. Buna görə K üstəgəl M böl L-i tapın. Buna görə biz ədəd olan yerdən başlamalıyam. Deməli, görürəm ki, burada 2 dənə ədəd var. Onda M-i tapa bilərəm. M nədir? Mənfi 4 ilə müsbət 2-nin hasili. Mənfi 4-ü 2-yə vuranda mənfi 8. M mənfi 8-dir. M mənfi 8-dir. Onda belə çıxır ki, L nədir? Yəni, L-in yerinə ədəd qoyanda mənfi 8-ə vuranda mənfi 96 eləyib. Yəni, mənfi 96 mənfi 8-ə böl. Bu da neçədir? Müsbət 12-dir. Müsbət 12-dir. Onda K-nı necə tapım? K da 12 hansı ədəddir ki, K-nı mənfi 4-ə vuranda 12 olub. 12-ni mənfi 4-ə böləcəm. Yəni nə? Mənfi 3. K da mənfi 3. So, K-nın üzərinə, yəni mənfi üzərinə gəlməliyəm M-i. M nədir? Mənfi 8-i. Və kəsir xətti bölməliyəm L-ə. L də nə idi? 12. Bərabərdir. Yuxarı eləyir mən mənfi 3 ilə mənfi 8 toplayım. Mənfi 11. Bölünsün nə? Müsbət 12. Yəni 12-də 11 mənfi amma. Mənfi 12-də 11. C variantı. 7-ci sual. Deməli, modulda mənfi 10-dan müsbət 10 çıxır. Modulda mənfi 3-dən müsbət 3 çıxır, amma burada çıxma var. Çıx 3. Daha doğrusu burada bir dənə ehtiyatlı olaq. Çıx 3 vurulsun mənfi 2. Vurulsun mənfi 2. Burada nə olacaq? 10 mənfi 3 ilə bir mənfi 2-yə vururuq da burada. Üstdən yazın 6 olacaq.
Burada cavabımız 16 olmuş olacaq. A variantı. 8-ci sual. Deməli, tənlikdə burada uşaqlar. Bu işarəyə bir x desəz, nə olacaq? Buranın sol tərəfi incə hesablayın. -32. -32. Burada çıx 2 nə olur? Üstə gəl 2. Üstə gəlsin 2. Bərabərdir. Tutaq ki, x vurulsun 6. X vurulsun 6. Bu da nə deməkdir? 6x bərabərdir. -32 olacaq nə? -30. Deməli, x də bərabərdir. -30-u 6-ya bölün. -5. So, biz də bunu x demişdik. Cavabımız olacaq -5. Cavab B bəndi. 9-cu sual. Hesablama təyin olunur. -22 çıxılsın -14 olacaq nə? Daha doğrusu yox, bir dəqiqə hesablayaq. -22 çıxılsın. Burada birinci bölmə yerinə yetirilir. 14-ü -2-yə böləndə olur -7. Çıxılsın -7 olacaq. Çıxılsın -7 bölünsün -3. Yuxarıda fikir verin, olacaq -22. Çıx 7 olacaq. Üstə gəl 7 bölünsün. Demək ki, -3. Yuxarıda alınır -15. Yəni -22 üstə gəl 7 neçə edir? -15. Bölünsün -3. Mənfini mənfiyə böləndə mənfilər itir. 15-i 3-ə bölürəm. 5. Müsbət 5. Cavabımız 9-da C variantı. 10-cu sual, axırıncı sual. Və bizə deyir ki, oxlarla göstərilmiş ifadələrin nəticəsi -4-dür. Hər birinin nəticəsi -4-dür. Ona belə çıxır ki, mən B-ni, gəlin A-dan başlayaq. A-nı, daha doğrusu -12-ni A-ya böləndə -4 olub. Deməli, A nədir? Müsbət 3. Çünki -12-ni 3-ə böləndə -4 eləyir. B-ni tapanda, mən B-ni -1-ə böləndə -4 almışamsa, deməli, B də müsbət 4-dür. 4-ü -1-ə böləndə -4 olur. Sonra C-yə fikir verin. -2-ni C-yə vuranda -4 olub. Deməli, C nədir? 2-dir. 2-ni -2-ni müsbət 2-yə vuranda -4 eləyir. Və son. A nədir? 4. A nədir? Daha doğrusu 3. Üzərinə gəlsin. B nədir? 4. C nədir? 2. Çıxılsın 2. 7-dən 2 çıxanda müsbət 5. Cavabımız 10-cu sualda D variantı 5. Hələlik bu qədər dostlar. Digər videolarda inşallah görüşək.